Uşağın 3 və 7 yaş arası dövrü. Bu, sadəcə uşaqlığın bir parçası deyil, bilirsinizmi? Bu, bir insanın bütün gələcək həyatının təməlinin qoyulduğu, amma çox vaxt doğru düzgün anlaşılmayan, inanılmaz dərəcədə vacib bir dövrdür. Gəlin bu həlledici mərhələnin dərinliklərinə birlikdə yenək. Yaxşı, yol xəritəmiz belədir. Əvvəlcə uşağın dünyanı necə gördüyünə baxacağıq, sonra bu dövrdə yaranan dərin izlərdən danışacağıq, valideynin rolunu anlamağa çalışacağıq və sonda bütün bunların onların həyat hekayəsini necə yazdığına gəlib çıxacağıq. Hər şeydən əvvəl gəlin onların gözü ilə dünyaya baxaq. Çünki bir şey dəqiqdir, bu yaşda bir uşağın reallıq anlayışı bizimkindən, yəni böyüklərin dünyasından tamamilə fərqlənir. Psixoloqlar buna əməliyyatdan əvvəlki mərhələ deyirlər. Yəni, bu elə bir zamandır ki, uşağın reallığı məntiqlə yox, fantaziya və faktların canlı, rəngarəng bir qarşığı ilə formalaşır. Bu dövrdə, bilirsiniz, təxəyyül və reallıq arasındakı sərhəd o qədər bulanıqdır ki, məsələn, uşaq gəlinciyin canlı olmadığını bilə bilər, amma eyni anda ona tamamilə real bir insan kimi yanaşıb, onunla dərin emosional bağ qura bilər. Bu onlar üçün tamamilə normaldır. Doktor Holocoe'nin bu prosesi izah etmək üçün möhtəşəm bir bənzətməsi var. O deyir ki, uşağın zehni əvvəlcə hərəkətsiz bir fotoaparat kimidir. Təsəvvür edin, bu fotoaparat sadəcə ayrı-ayrı anları, şəkilləri çəkir. Amma hələ ki, o şəkillər arasındakı əlaqəni, səbəb-nəticəni tam qura bilmir. Amma uşaq böyüdükcə, inkişaf etdikcə, onun zehni sanki bir üst modelə keçir. O, artıq bir video kamera olur. Və məhz bu mərhələdə o çəkdiyi bütün o kadrları bir-birinə bağlayır və dünyanın necə işlədiyinə dair öz daxili hekayəsini, öz şəxsi filmini yaratmağa başlayır. Və bu sitat hər şeyi mükəmməl izah edir, uşağın çəkdiyi o kadrlar daxili bir filmə çevrilir. Həmin film isə onların bütün ömürləri boyu dünyaya baxacaqları pəncərəni formalaşdırır. Yaxşı, əgər uşağın zehni bu qədər həssas bir kameradırsa, onda bəs çəkilən mənfi kadrlar necə olur? Təbii ki, bu səbəbdən də erkən uşaqlıq travmaları inanılmaz dərəcədə dərin və qalıcı izlər buraxır. Aparılan araşdırmalar göstərir ki, 3 ilə 7 yaş arasında alınan zədələr, travmalar yetkinlik dövründə 15 spesifik problemə, yəni ömür boyu daşınacaq dərin izlərə səbəb ola bilər. İndi bütün 15-i sadalamayacağıq, amma onlar əsasən kimlik hissi, reallıqla əlaqə və münasibət qurmaq kimi təməl sahələrə təsir edir. Məsələn, bu dövrdə davamlı olaraq tənqid edilən bir uşaq böyüyəndə öz dəyərinə daima şübhə ilə yanaşan bir yetkinə çevrilə bilər. Deməli, problemin nə qədər ciddi olduğunu anladıq. Yaxşı, indi gəlin diqqətimizi həll yoluna yönəldək və həll yolu əlbəttə ki, valideynin, yəni qayğı göstərən şəxsin həlledici rolundadır. Bir uşağın bütün dünyası əslində təhlükəsizlik hissi üzərində qurulub. Bu hissi isə məhz bu 4 davamlı davranış yaradır. Diqqət, nəvaziş, toxunuş və təşviq. Bunlar onun emosional təməlini möhkəmləndirir. Doktor Holocoe burada çox güclü bir fərq qoyur. Bir tərəfdə əmrlərlə, yəni fərmanla tərbiyə var, digər tərəfdə isə əməkdaşlığa, əlaqəyə, yəni qurbanla tərbiyə. Biri qorxu yaradır, digəri isə güvən və sevgi. Və heç vaxt unutmayın ki, uşaqlar bizim təkcə dediklərimizi yox, əsasən etdiklərimizi izləyirlər. Onlar dürüstlük, ədalət, sevgi kimi dəyərləri bizim davranışlarımızdan öyrənərək öz mənəvi kompaslarını formalaşdırırlar. Yaxşı, bəs bütün bu prinsipləri gündəlik həyatın çətinliklərinə, məsələn, qəzəb tutmalarına və ya yuxu problemlərinə necə tətbiq edə bilərik? Gəlin indi bir necə praktik vəziyyətə baxaq. Bilirsiniz, bir çox çətin davranışlar əslində yaşa xasdır və müvəqqətidir. Əgər biz valideyn olaraq panikaya düşməsək, sakit və təhlükəsiz bir mühit yaratsaq, bu davranışların çoxu öz-özünə keçib gedəcək. Gecə kabusları ilə gecə terrorları arasındakı fərqi bilmək həqiqətən də həyati əhəmiyyət daşıyır. Çünki onlar tamamilə fərqli yanaşmalar tələb edir. Birində uşağa təskinlik vermək lazımdır, digərində isə əksinə onu oyatmaq olmaz, sadəcə təhlükəsizliyini təmin etmək lazımdır. Qəzəb tutmaları zamanı bəlkə də ən güclü silahınız, təəccüblü də olsa, heç bir reaksiya verməməkdir. Sakit və qərarlı qalmaqla, ona istəklərini qışqıraraq deyil, özünü idarə edərək ifadə etməyi öyrədirsiniz. Bu, uzun müddətli perspektivdə ən yaxşı strategiyadır.
Və nəhayət bütün bu məlumatları bir yerə yığaq və bu həlledici dövrün ən fundamental, ən dərin nəticəsinin nə olduğunu anlayaq. Və gəldik ən vacib nəticəyə. Bu illər ərzində uşaq öz həyat ssenarisini yazır. Bu ssenari onun gələcəkdəki seçimlərini, münasibətlərini, özünə verəcəyi dəyəri, demək olar ki, hər şeyi müəyyən edir. Və çox vaxt bu ilk qaralama ömür boyu yaşanacaq yeganə ssenariyə çevrilir. Deməli, məsələ sadəcə davranışı idarə etmək deyil. Bu, bir ömrü formalaşdıracaq bir hekayənin həm müəllifi olmaqdır. Və sizin əlinizdə olan güc, ona təhlükəsizlik, inam və dözümlülük haqqında bir hekayə yazmağa kömək etməkdir. Çünki unutmayın, o hekayə onun reallığı olacaq.